Vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və təşəbbüsü ilə Azad Azərbaycan Televiziyası və bu şəhərdənin birgə layihəsi olan Şən Gənc efirdədir. Gəlmişik, yenə qarşınızdayıq. Yarışmamızın ən maraqlı məqamları başlayır. İndiyə qədər komandaları izlədiniz, amma heç kim ötən həftələrdə yarışmamızı tərk etməmişdi. Bu həftədən etibarən artıq yavaş-yavaş zəiflər yarışmamızı tərk edəcək. Gəlin, dəyərli münsiflər heyətimizi sizə təqdim edim. Bugün çox təəssüf olsun ki, dəyərli xalq artistimiz Afaq xanım Bəşir qızı münsiflər heyətində yoxdur. Səhhəti ilə bağlı biraz problemlər yaşadığı üçün bugün onsuz olacağıq, belə deyək. Çox təəssüf hissi keçirik, çünki onun tərifli, gözəl, sevgi dolu sözlərini bugün mən eşidə bilməyəcəm. Bugün heç kim onun qədər məni sevməyəcək, onun kimi sevgi dolu baxışlarla mənə baxmayacaq. Amma efirdən bizə baxırsınız Afaq xanım, sizi çox sevirik. Allah sizə can sağlığı versin. Daim ayaq üstə olun, bizimlə olun. Azərbaycan xalqının artisti. Canınız sağlam olsun. Deyir, inşallah Afaq xanımı bir alqışlayaq. Digər münsiflər heyətimizi, dəyərli insanları sizə təqdim edirəm. Respublikamızın əməkdar artisti Coşqun Rəhimov buradadır. Mən də fürsətdən istifadə edib Afaq xanıma can sağlığı arzuluyorum. Yeri görsənir. Afaq xanım, özünüzdən müğayət olun. Yastığınız yüngül olsun. Sizi hələ səhnədə, həyatda görmək niyyəti ilə gənclərimiz, tamaşaçılarımız arzulayırlar. Özünüzdən müğayət olun. Can sağlığı, öpürük sizi. Və bu şəhərdənin dəyərli nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti Rafael İskəndərov aramızdadır. Və o dəyərli insanı bugün sizə dolu-dolu təqdim eləmək istəyirəm. O, bu şəhərdənin bədii rəhbəridir, prodüserdir, senaristdir. O, dəyərli insandır. O, Şən Gəncin olmazsa olmazıdır. Çox dəyərli insan, Müşfiq Abbasov buradadır. Hoş gəlmişsiniz Müşfiq müəllim. Gəlin, hamımız bir yerdə bu verilişin aparıcısı olan Ayşən xanımı bir ürəkdən alır. Neydi adı onu? Çox sağ olun, təşəkkür ederim. Ayşən xanım, xoş gəlmişsiniz. Çox sağ olun. Coşqun müəllim, necəsiz? Yaxşı olmağa çalışıram. Yaxşısınız. Müşfiq müəllim, siz necəsiz? Allah şükür, hər şey yaxşıdır. Mən də Afaq xanımı salamlayıram. Sağ olsun ki, mənə icazə verdi onun yerində əyləşim. Amma Müşfiq Afaqın yerində otura bilər, səhnədə Afaqın yerinə heç vaxt verə bilməz. Bəli. Hər zaman müzakirə olunan bir söz var da, əvəz olunmaz insan yoxdur sözü. Hər zaman müzakirə olunur ki, var, yoxdur. Amma doğrudan da əvəz olunmaz insan var, yəni. Əvəz olunur hər kəs. Amma heç kim təkrar olunmur. Hər kəs özünə məxsusdur. Odur ki, Allah hamınızın canını sağlam eləsin. Dəyərli münsiflərimiz, dəyərli sənətkarlarımız daim var olun ki, biz də sizə baxıb üzümüzə təbəssüm yaransın. Amin. Amin. Bugün Rafael müəllimin komandalarını izləyəcəyik. Heç kəs öz komandasına səs vermədə iştirak edə bilməyəcək. Bəli, Rafael müəllim bugün öz komandasına səs verməsində iştirak etməyəcək. Coşqun müəllim və Müşfiq müəllim Rafael müəllimin komandalarından birisini bugün yola salacaqlar. Rafael müəllimin komandaları Gəncə, Lənkəran, Saatlı və Goranboydur. Başlayaq. Nə deyirsiniz? Başlayaq. Uşaqlar, hamıya Gəncə, uğur olsun. İndidən deyirəm ki, mən qarışa bilməyəcəm, səs verməyə. Odur ki, yəqin ki, inşallah yaxşı olar. Uğur olsun, hamımız almışsınız. Hə, Saatlı Gənclər evi ilə başlayaq mı? Başlayaq. Gəlsin Saatlı Gənclər evi. Təşəkkür edirəm. Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar, əziz münsiflər və əziz aparıcımız. İlk növbədə özümü təqdim edim. Mən Saatlı Gənclər evi Yaradıcı Klubunun rəhbəri Sahil Türkmən. Bildiyimiz kimi bu il, 2025-ci il, dahi sənətkarımız, mərhum sənətkarımız Üzeyir Hacıyevin 140 illiyi idi. 1885-ci il sentyabrın 18-i dünyaya göz açıb. Biz də, bizim daha doğrusu gənclərimiz istədilər növbəti tamaşada dahi sənətkarımızın yaradıcılığından,
əsərlərindən hansısa bir parçanı işıqlandırsınlar. Bilmirəm, indi nə dərəcədə yaxşı alınacaq, pis alınacaq. İnşallah inanıram ki, az da olsa özünüzdə gülüş yaradacaqlar. Gəl Hambal, gəl. Nə ağarsan ha? Heç nə Məşədi, oturmuşam. Sən nə ağarsan? Deyirəm icazə versən mən də oturardım. O nə sözdür Məşədi? Otur denə, sənə kim nə deyir? Qucağında oturub. Düş cəhənnəm ol buradan aşağı. Bu da düşdü. Ay Hambal, öz aramızdır. Bayaqçı dönər çox dadlı idi axı. Mən ləzzət elədi o. Dadlı idi ay Məşədi. Amma balaca bibərlər var idi ha. Sakit dur, çiridən ha, çiri. O bibərlərdən hələ də mədəm yanır, hələ də özümə gələ bilməmişəm. Axşam bir dənə yuxu görmüşdüm. Heç yuxudan oyanmaq istəmirdim. Nə yuxudur o elə? Deyirlər aç toyuq yuxusunda darı görər. Sən nə görmüsən, toyuq dönər? Yo, balıq. Nə balığı? Qızıl balıq tutmuşdum yuxuda. O da 3 dənə arzumu soruşdu məndən. Sən nə dedin? Hə, dedim ki, Prius istəyirəm. Qəşəng. Bə ikinci? İkincini də Prius istədim. Yox, ikinci. Hə, ikincini də Prius istəmişəm. Bəs üç? Üçüncünü də Prius istədim, ay Məşədi. Başa düşmədim. Arendaya verəsən, Priusu neyinsən 3 dənə? Ay hay Məşədi, mən də sən ağıllı bilirəm. Sən mənim ağlımdasan, Ay Məşədi, o 3 dənə Prius var idi, ha. Onun üçün də satdım. Qəşəng, bir dənə 4 göz aldım. Elə yuxudaca. Məntiqlidir. Amma bu yerdə ağılsızlıq eləmsən ki, gərək o 4 göz də satıb bir dənə ev alaydı. Ay Məşədi, yaxşı yadıma düşdü. Bu balıqdan zaddan söz düşdü axı. Bu Rüstəm kişinin qızının 2 dənə adaxlısı var. Nə? Nə danışdın ha sən? Var da, var. Niyə? Birdən bizə qızı verməz. Neyəcək? Ay, birincisi arvada alan mənəm, sən özünə gəl. İkincisi də ki, ağzı nədir qızı mənə verməsin? 5000 pul sahib qoymuşam, cibinə 5000, 2 dənə cöngənin pulu eləyir. Elə də ki, mənə kim qız verməz ki? Gözlərimin altını lazer elətdirmişəm, Elətdirmisən Məşədi. saqqalıma həna qoymuşam, Qoymusan Məşədi. dişlərim də ki, cağ-bacaq, maşallah. Ha, nə axı Məşədi? Ay, sən 50 dəfə demişəm ağzıma girmə də. Protezin olacaq. Mənim 2 dənə də problemim var. Birincisi, bu andıra qalmışdı. Nə öz xoşu ilə çıxdı, nə də çəkdirdim, tutmadı. İkincisi də ki, bu. Bunun əlindən oxşatmadıqları şey qalmayıb məndə. Keçən dəfə dənizdə üzürəm, dedim biraz kürək üstü üzüm. Bir də gördüm kimsə o yandan qışqırır, ay akula gəlir, qaçın. Ondan da sonra bu yaxınlarda elə, rayonda gəzirdim. Qaqaşım bir yaxınlaşdı ki, o Gəncədə o sən pişirim deyən qaqaş deyirsən, Rövşən. Ay, elə bilirlər oyam, utandım yerə girdim. Tak. Gəlmək olar, bəy. Də gəlmişsən, sözüdür. Bəy, Rüstəm kişi söz göndərib ki, qızı Gülnazı sizə verməyə razıdır. Rüstəm kişi əcəb eləyib. Amma mən bir şey başa düşmədim. Burada qulluqçu mənəm, yoxsa sən? Uy, estağfurullah. Əlbəttə ki, mən. Bəs onda Rüstəm kişi xəbəri niyə mənə yox, sənə göndərir? Yaxşı, naz eləmə cinən mənə. Ged Rüstəm kişiyə denən ki, qızı elə gəlib gecə ilə götürəcəm. Yaxşı, bu dəqiqə. Hambal, sən də boş durma. Ged bəylərə xəbər sal cinan ki, bu gün Məktəbadın şad günüdür, xoşbəxt günüdür. Rüstəm kişinin qızı ilə evlənir. Yeri. İndi qaldıq sizlə üzbəüz. Gəlin biraz dərdləşək. Məndə bir şeyi çox belə beynimə taxıram. Mən bu papağı nətər qoyum ki, bu qızın xoşuna gəlsin. Papağı belə qoysam, o qaqatip oğlanlara oxşayıram, xoş gəlməyəcək qıza. Yəni, necə eləyim ki, mən qızın xoşuna gəlim də. Yaxşısı elə budur, belə oturum, baş açıq. Ən azından içimizlə çölümüz eyni görünsün də, nə? Bu qız ola bilsin, o cür evdə böyüyüb də, nə? İndi bu evdə qalmağa hövsələ eləməyə. Amma onun da çarası var. Qapıları bağlayacağam, açarı da götürəcəm özümlə. Qoy evə öyrəşsin. Oy, Allah. Bu elə bil gəlin yox. Tutsak saxlayacaq. Alayıq. Bu nədir? Mənim qulağıma səslər zat gəlib. Dəli oluram mən. Nəysə, boş oturmaqdan bir şey çıxmasın. Gedim görüm. Oy, xəbərdən ətərdən nə var? Oy, Allah. Başım. Məşədi, yavaş dənə. Qapını açanda bir bax da. Az, Oy. özüyə gəl, adımı qoymamısan. Özə ki, sən nə qarsan, qapını niyə güdürsən? Heç nə, ay Məşədi, gəldim ki, görüm nəyəsə ehtiyacım var. Sağ ol. Gələndə yarım kilo ət alarsan. Məzələnirsən məndən, qonaqlar 5 dəqiqə gəlir, kimi gözləyirsən? Ged yemək pişir, tez elə. Yeri.
başım. Buna bax ya. Vaxtı, Məşədi, Məşədi. Ay, nə olub? Qoy oturaq nə 2 dəqiqə. Məşədi, 5 barmaq sudabə gəlib, silahı da var. Yox, 5 barmaq çağır söhbətdə. Gəl gedək görək nə olub. Nə vaxt gəlinə əlin qoyub, birinə xına yaxıbdı əlinə, nəzər dəyməsin gəlinə. Gəl ay gəl, gəl, gəl. Gəl otur, gəl. Deyirəm ay gəlin, sağ əlim mənim başıma. Kaş bu gəlinliyi geyinmək mənə də qismət olaydı. Ay, hay qismət oldu. Deyirəm bu gün sabah ölüb gedəcəm. Heç mənə elçi düşən də olmadı. Onda qalmışdı ki, bu gəlinliyi geyinəm. Neyinirsən? 25 yaşım var, tapmısan da birər. Yoxsa mənim kimi 40 yaşım var. Nə elçi göndərən oldu, nə söz göndərən. Yaxşı, gözlə. Görürəm ki, sən də Məşədi kimi yaman həyəcanlısan. Yaxşı, gözlə. Gedim adaxlıvı çağırım. Mən nə qədər qoca olsam da dəyərəm min cavana. Çörəyi yemərəm mən yavana. Yaxşı demərəm mən yamana. Qurban edərəm mən canana. Malımı, pulumu, canımı mən. Gəl, xanım, gəl yanıma. Gəl, canım, gəl yanıma. Gəl, yarım, gəl yanıma. Gəl, mən ölüm, mən ölüm, mən ölüm, gəl. Mən ölüm, mən ölüm, mən ölüm, gəl. A quzum, gəl yanıma. Canımı verərəm mən yarıma. Qurban edərəm mən canana. Malımı, pulumu, canımı mən. Nasıl şəkildəkini oxşamır? Ay aman! Səsin çıxsın, başına bir güllə vuracam. Çıxmayacaq, çıxmayacaq. Qalx otur, mən deyənləri yaz. Tez ol. Tez ol. Yaz. Mən Məşədi İbad, Kərbəlayı Xocaverdi xan oğlu. Vaxtı, atamın adını hardan verir? Mən də keçid düşünün. Tez ol yaz, yoxsa beynini partladarım. Yazıram, yazıram. Yaz. Mən Məşədi İbad, Kərbəlayı Xocaverdi xan oğlu. Rüstəm bəyin qızı Günnaz xanım almaq istəmirəm. İstəyirəm axı. İstəmirsən. Onun əvəzində qulluqçu sənə mi alıram? Yazıram, yazıram. Səsini çıxartma. Bu nədir? Ay, ay. Öldüm, Ay, qoymayın, gəlin qaçdı, bunu da yarı yolda şikast elədi. Ay Allah, benim. Deyir gəlin qaçdı. Məşədi, Məşədi. Məşədi. Mən ölməmişdim, siz məni öldürdünüz. Bir dəqiqə. Ay, bu gəlini sən gətirmisən? Yox, ay Məşədi. Kim gətirib bunu? Bunu gətirəndə baxın görün bu kişidir yoxsa arvaddır da. Məşədi. 50 manat ver. Rüstəm kişini qəzetimdə biabır eləyim dənə. Çoxlu TikTok səhifələrimdə var. 10 manat ver. Rüstəm kişini rüsva eləyim dənə. Ehtiyac yoxdur. Ay Məşədi, Oy, bismillah. bəs mənim bir abbasım hanı? Ay, sən də cəhənnəm ol, dönərin pulunu qaytarmamısan, bir abbası, bir abbası. Hara gedirsən Məşədi? Gəlləm indi. Buna bax ya. Hələ durub mənə güdürəyə burada. Düş qabağıma. Gedin mollaya deyin ki, bu arvadın kəbini mənim üçün kəssin. Hə, bu başqa məsələ. Neynək? O olmasın, bu olsun. Durun gedək, asan xidmətə. Qoy nicahı kəssinlər sizə. Durun gedək, asan xidmətə. Qoy nicahı kəssinlər sizə. Bunu sənə arvad edə, razısan? Bundan arvad olmayacaq, dayanaqaraq razıyıq dənə. Ay sənəm, razısan? Hə, razıyam. Onda durun gedək asan xidmətə. Elə bir ki, səhnəci yox, elə bir film izlədik. Bitməyi bilməyən bir film idi. Bir dənə sual verəcəm, sonra dəyərli müsiflərimiz, siz saçınızı doğrudan kəstirmişsiniz elə? Mənim əl işimdir. Yəni, Valla tələsiyə düşdü. bu səhnəyə görə bu fədakarlığa dəyərdimi? Onu deyə bilmərəm. sonuna qədər də. Dəyərli müsiflər heyətimiz, qurban verəcək nəyləri var bilmirəm, buyurun. Mən Sənəmin oyunu çox xoşuma gəldi. Çox qəşəng oyunu. Sənəm xanım çox belə rahat hiss edirdi özü təri. Yəni elə bil ki, illərin aktrisasıdır. Hambal da məncə yaxşı oynadı. Və məncə siz
sizin gözəl ləhcəniz var. Onu biraz da qatsaydınız. Orada bu xanım bir dənə yerdə dedi, Yavaş dənə, ay Məşədi, belə deyirəm. yəni çox duzludur, ləzzətlidir, dadlıdır, daha da şey eləmək olardı. Bu rekvizitləriniz maşallah super, əziyyət çəkmişsiniz. Biz ola bilsin bu şəhərdən hansı səhnəcidən lazım olsa uyğun olmaz. Bəlkə biz sizə müraciət edək ki, filan rekvizitli uşaqlar bizə konsertə verir, dəstək olun siz bizə bu dəfə. Əziz analar, bacılar, xalalar, bibilər, nənələr, Gəlinlər, baldızlar, eltilər, padruşkalar, noyabr ayının 15-i, 16-sı Heydər Əliyev Sarayında sizi bu şəhərdənin 25 illik yubileyinə həsr olunmuş Evdar adlı solo konsertinə dəvət edirik. biletləri online iticket.az saytından əldə edə bilərsiniz. Gəlin, birlikdə gülək. Uğurlar. İndi o birisi komandalara baxaq, müqayisədə bilək. Coşqun müəllim, Bizim üçün fərqi yoxdur. 12 komandadır. 12-si də bizə əzizdir. 12-si də bizim üçün yəni önə keçdikcə, nailiyyət qazandıqca bizim fəxrimizdir. Amma mən burada çiyilik gördüm. Mən burada məşq görmədim. Mən burada maksimum 2 dəfə məşq eləmisiniz. Bir, ikincisi də ki, Məşədi, sən çox arxaysan. Adın nədir? Azad. Azad. Səhnədə çox yersiz improvizlər eləyirsən, bir. İkincisi, saqqalı ya yapışdır, o sənə çox mane olurdu. Neçə dəfə eləmişsiniz məşq və bu nöqsanların heç birini görməmisiniz. Yəni, mən yenə deyirəm, rəhbərsinizsə, mən uşaqları günahlandırmıram. Bu nöqsanları demək lazımdır, bu nöqsanları başa salmaq lazımdır. Səhnədə arxasını çevirmək lazımdır tamaşaçıya. O idman ayaqqabıları məni bezdirdi, gözümü yordu. Bir ayaqqabı da tapardınız. Yəni, rekvizit əgər əynimdədirsə, bu mənə mane olmamalıdır. Çox arxayınçılıq var uşaqlarda. Uşaqlarda, ələxüsusda məştibatda. Mən sizin xeyrinizə deyirəm. Qoy bir dəfə mən pis deyim. Ondan nəticə çıxardın və bəhrəsini də görün. Və bu arxayınçılıq səndə hardandır? Səhnədə olan arxayınçılığın sənin hardandır? Sən hamıdan yaxşı oynayırsan ona görə, yoxsa... Belə deyək, əslində qalsa arxayınçılıq deyildi məndəki, sadəcə... Ya həyəcandır, ya da arxayınçılıq. Həyəcandır, bəli. Gülürdün, heç o. Necə? Yəni, roldan çıxırdın, gülürdün. Amma həyəcandırsa, sən onda belə çıxır ki, sən bunu məşq eləməmsən. Birinci dəfə deyil, axı, sən çıxırsan buraya. Üzr istəyirəm, mən sözü kəsirəm. Təşəkkür edirəm bir daha. Düzdür, indi komandada bir şəxsə görə ola bilər hansısa biraz böyük bir O özü uçurum istedadlı yarandı. uşaqdır. Yəni, bunu birinci dəfə görməmişik səhnədə. Yəni, birinci proyektdə də o iştirak eləyirdi, olurdu. Yəni, bu, yenə deyirəm, belə çox, belə çatmadı mənə. Anlamadım. İnşallah növbəti bölümə əgər keçəriksə, çalışarıq ki... İnşallah. növbəti komandanı hazırlaşmağa yola salırıq. Lənkəran Gənclər Evi gedib hazırlaşsın. O vaxta qədər Saatlı Gənclər Evinin bir rəqs. Halal olsun. İncəsənət içində olan insanlar bilinirlər. Siz arxaya çox əyilə bilirsiniz, hə? Mən elə bir də əyilin baxımsa. Məncə maksimum gedə bilirsiniz, yox? Elə hiss elədim. Belə başlayır. Deyirəm də, gedir də, biz gedir. Çox gözəl, super. Davam eləyək. Müşfiq müəllim, nə deyirsiniz? Davam eləyək. Bəli, Xahiş gedək. edirəm. Lənkəran gəlir də. Lənkəran Gənclər Evi gəlsin, buyurun. Hə, nə olub? Yenə nə olub? Bu səfər partladacağıq. Sən həmişə belə deyirsən, partladacağıq. Bu da keçən dəfə o Rafael Dujambe kimi olmasın da. Coşqun bəy bizə elə biabır edib ki, biz Lənkəranda kiçik bazara çıxa bilmirik. Yox, bu dəfə başqadır. Bu dəfə Alparslana toy eləyirik. Nə Alparslan, ay Rəşid, nə toy, sən nə danışırsan? Qızın atası axı qızı vermirdi, düzün danış. Düzün danış, de görüm, siz bu qızı qaçırtmısınız ya yox? Yox, qızla yox. Başa düşmədim, necə yəni qızla yox? Onsuz imtahandan kəsilmişdim, dağıtımdan atçasız. Bu nədir axı? Biri burada mənə izah eləyə bilər ki, nə baş verir, nə olur burada? Elə bil Alparslan gedir, qalır Alp. Bir dənə də varlı qohum tapıb başım pişirmişəm, tutmuşam ona kirvə. Füsyo. Nə kirvə?
Nə Alparslanla Arslan gedir, başa düşmədim. Bu daha öncə sünnət olmayıb ki, sən olmamısan. Olmuşam da olmuşam. Bunun zibilidir də, buna görə düşmüşəm bu hallara bax. İkinci dəfə eləyir. Atalar 3-dən deyib. Üç? Ha, sənin başın xarabdır. 3 nədir? Sən həmişə kredit götürəcəksən deyə faizin məndən çıxmadılar. Narahat olmayı, həkimin başını pişirəcəm. Problemsiz zatsız həll eləyəcəyik. Gəl sənə problem çıxsın. Yaxşı, yaxşı. Oo, salam dayım oğlunun xalasının bibisi qızı. Qızı yox, oğlu. Ay Rəşid, kirvə budur. Hə. Bəs balaca qardaşımız hardadır? Körsən o boyda maşallah. Yaxşı da. Əmi, mən çi olacağım? Hə, mənim balam, narahat olma. Bəs çox incitməyəcək? Yox, mənim balam, narahat olma. İşimiz bitsin, əmi sən aparacaq bazarığa. Hə, o bazarın yolunu mən yaxşı bilirəm. Elə mən də sizlə gələrəm. Nə bazar? Hansı bazar? Nə satılır orada? Nə danışırsınız? Salam. Bu kimdir? Ay Rəşid ayaq üstə dura bilməyəni çağırmısan bura. Rahatınız xeyir olsun. Xoş gəlmisən. Zeyni doktordur da, Lənkəranda hamı onun əlinin altından keçib. Elə mənim dədəm də onun alnının altından keçibdi, ona görə bu gündəyəm də elə. Qəddar Zeynidir bu, bilmirsiniz? Bəşdirin görək, işimiz var axı. İşimiz gücümüz var, bitirin görək bu işi. Gəl, 2 dəqiqə bir söhbət eləyək. Sonra da bundan müzakirə edirlər, mənim söz haqqım yoxdur. Gəlin biraz. Bizim bu kirvə pulu məsələsi nə oldu? Rəşid, bilirsən də, uşağa verəcəm pulu, işimiz bitsin də artıq. Qohum, şərti şunda kəsir. Əvvəldən ver ki, mən də onu yola salım da. Rəşid, qohumlar arasında ən maşenlik adam sənsən. Pulu uşağa verəcəm, sənə verməyəcəm. Mən gəzişəm axı, başlamdır. Başlamıyor, doktor, başlamıyor. Hay bala, tutun. Qorxma, mənim balam, qorxma. Ağrıtmayacaq, bir şey olmayacaq, qorxma. Sən hardan bilsən ağrıtmayacaq? Nə bilim, hardan bilirəm, Zeyni doktor, bir dəqiqə sizə olar baş üzədən. Olar. Doktor, elə bil ki, bu kirvə biraz varlıdır. Biz 10 başın pişirmişik, kəsdi doğradı yox da, bədbəxt eləyərsən uşağı. Başa düşmürəm, şahsız doğradı yoxdur, mən nə çağırmısan bura? Elə bil ki, doktor, kəsilmiş kimi eləyəsən, kəsməyəsən. Narahat olmayıb, puluvu 2 qat verəcəm. Ay qardaş, mənim adım sanım var. Lənkəranda elə bir adam yoxdur ki, mənim əlimin altından qaçsın. Kəsəcəm. Gəlin. Uzanın başlayaq. Ay Rəşid, biz niyə hamımız uzanırıq? Mənə deyir də deyən də. Nə oldu, danışdın həkimlə? Danışıram, Nuh deyir, Peyğəmbər demir. Dirəşib ki, kəsəcəm. Nə kəsəcəm, hələ? Kimdən nəyi kəsir bu, hə? Belə danışmışdık biz. Ay, narahat olmayı yaxşı olacaq. Kreditin də vaxtı çatır, gəl. Ala, sana kredi tarixçi təmiz qalsın deyə mən... Kirvə tut. Anama. Abi sen bu taksi şoförü Yasin oğlu dövsən? Sen oradan bilsən, mən bilməyəcəm, bəs kim biləcək? Dadan da mənim əlimin altından çıxmam. Getməli yaxı, işimiz gücümüz var. Başlayaq. Elə deyir, elə bir can bundan ki, doktor baltanadır, doktor onadır. Doktor onadır, bırakın mən gedirəm. Sənin adın bacım oğlu var imiş, nədir bu? Düzdür. Doktor, sən də adın haqqın verir səni. Kəs! Nəyi kəs? Bax, kəsirəm ha, dəqiq. Axmaq, səhnəni kəsirik, nə kəs? Nə oldu? O boyda səhnə oynayırıq, nə danışacaksın? O boyda səhnə oynayırıq, bununla oynayırıq. Bu nədir yaxı belə, hə? Düz deyir də. Rəşid, sən yazdın senaryo bundan artıq. Nə olub senariyə? Bu axırını necə indi gətirəcəksən? Gül kimi senaridir Bu də. axırını necə gətirəcəksən? İndi Rafael müəllim biraz güləcək deyə mən bədbəxt olmalıyam. Elə deyil Rafael müəllim. Bir də həkimdən xahiş edirəm, bir zərblə bir də asqırım bir dənə bəkdən. Həkimin torpağı Bir də bəkdən asqırım bir dənə. Bir. Sən kim qrim eləyib? Bax, sənin danışmaq özüm, yoxdur axı. Bir dəqiqə gözləyək, o fikirlərimizi bildirək. Mən səhnəci haqqında danışmadım ki. Sonra söhbət eləyərsən, imkan ver. Uşaqlar, təbrik edirəm. Üzümüzdə gülüş yaratdınız. Mövzu çox belə
müasir idi. Kredit üstündə dayanmışdı da bu mövzu. Oyun da çox xoşuma gəldi. İndi bilmirəm də içinizdə nə baş verir, kim gedir, kim gəlir, kiminsə vaxtı yoxdur. Sastavı saxlayın. Yəni uşaqlar hamımız oynadınız. Yazı da gözəl idi, senari də gözəl idi. Zövq də oxşadınız. Təbrik edirəm uşaqlar. Təbrik. Müşfiq müəllim bir söz Sağ ol, yoxdur. yox, hər şey yaxşıdır. Çox yaxşı zarafat idi faiz məsələsi. Və əvvəldəki krediti sən götürsən, faiz məndən çıxır. Sağ olun uşaqlar, uğurlar. Uğur olsun uşaqlar. Sağ olun uşaqlar, sağ olun. Lənkərandan qonağımız var. Şahbaz Əli ifa edəcək. Buyursun. Teşekkür edirik, çok sağ olun. Teşekkür edirik Şahbaz Əli. Diqqət, diqqət. Baldızlar, Bacılar, xalalar, eltilər, bibilər, nənələr, padruşkalar, noyabr ayının 15'i 16-sı Heydər Əliyev Sarayında sizi bu şəhərdənin 25 yaşına həsr olunmuş Evdar adlı Sola konsertinə dəvət edirik. biletləri online iticket.az saytından əldə edə bilərsiniz. Gəlin, birlikdə gülək. Devam edək qaldığımız yerdən. Nə deyirsiniz? Göranboy gəlsinmi? Bəli, hazırdırsa Göranboy Gənclər Evini dəvət edirik. Buyurun uşaqlar. Öldüm Tural. Öldüm. Of, değme bana. Değme bana. Bilmirəm mən, değme bana. Köməyə oturum. Köməyə oturum. Değməmişlər, kömək eləyim. Of, ayaqlarımı düzelt, ayaqlarımı düzelt. Bilmirəm mən. Dərin nəfəs al. Tural desene. Tural desene. Tural ne idiysən? Bağırım. Həkim tap bana. Həkim, 2 dənə gəlir, ikiz birini futbola qoyur. Tural tez ol. Ay doktor, həkim. Ay doktor, gəl, Allah haqqıca. Bu koridora. Ay doktor, qadınım, ikiz uşaqlar üçün, ikiz balalarım gəlir. İki dənə balalarım gəlir. İkiz dənə. İki dənə dedi. Hə qadınım, hə, gəl. 2 dənə, ekiz. Biz bir dənə hesab kitab eləyək, sən bir dənə sakitləş, bir dənə deyəm, mən köməkçimi Pərvini çağırırım, hesab kitabımızı eləyirik. Bir dəqiqə. Pərvin. Pərvin xanım gəlir, hər şey əllə edir. Kalkulatoru götür, sonra gəl, Pərvin. Pərvin xanım gəlir. Hə, Pərvin. Pərvin budur. Bəyənmədin. Nə olur? Qaqa, mən... Qaqa sənsən. Yaxşı, mən oğlum. Mən əminəm ki, sənin uşaqlıq arzun idi da. Hardan bizi? İşimiz var. Əla, davam eləyim. Ver görüm, ver. Gəl görüm. Tural ne oldu? Həkim. Ne edirəm bəs bu Tural? İşimiz var ya bundan. Deməli qulaq as. 3 gün bundan burada qalmağı. Arkasıyla saldıq bu yemək pulusu. Həkimlər işini. Ondan sonra həkim gözlə. 2 uşaq 2-yə vururuq. Oradan onu çıxardıq. Dalınla şirinliklər. Ondan Həkim sonra... mənim maşın kredit qalıb ya, onu bir dənə. Maşın krediti bitmədi hələ. Yox, Bu sən nə yaman çox. Mənim qızıl komplektim. Diyan onu da salsaq. Tərtəmiz 12 min. Bəs sağ tut. Həkim, mən loteriyanın ayın axırı loteriya pulu Pərvin öldür, ne o birisilərə saxla. Diyan. Çörəkdir. Pərvin, diyan. Qardaş. Bəli. Biz hesabladıq. Təmiz yerindən 12 min. Allah xeyir versin. 12 min. 12 min. 2 deyə. 6 min. 12 min. Belə bir şey eləyənmərik. Bunun birini indi çıxardaq. Birini də saxlayaq, Calanaya da belə puxtalaşsın. Calanaya. Parnikdən pomidor dərir bu. Yax, Calanaya da. Parnikdən pomidor dərirsən, Parnikdən. Gör nə deyirəm. Onda bunun azca biraz aşağı yeri yoxdur. Bir balaca aşağı yerini hesabla sən Allah. Yüngül skitka. O qıza görə. Hə, yaxşı. O qıza görə. Pərvin, gəl. Sən maşının kreditini saxlayaq. Kim öldü? Sənkindən çoxdur bir dəqiqə, dayan. Gözlə, maşın kreditini saxla. Salaq bu birisinin, o loteriya var idi. Loteriyanı salırıq, 500 manat salaqdı. Diyan da Pərvin, diyan. Qardaş. Hacan. Bax, o qıza görə. Danışdıq, anlaşdıq. 11.500. Allah xeyir versin. Gəl, Pərvin. İşimiz var da. 11.500. 11.500. Azca da aşağı yeri
Bir balaca da. Bizim kampaniyanı. Ay, Mən sənə demişəm, poşetlərlə danışma demişəm. Bu, yəni, kampaniya dedi. Bu nə məsələdir? Belə eləyirik. 50%-nin ilk ödənişini ödəyirsən. Arxasıca yerdə qalanda 12-yə bölü 20%-dən vəssalam. Allah xeyir versin. Bir dəqiqə, yaxşı. Bunun imzası, qolu, moluza, hara gedir? Sən heç narahat olma. Oturursan burada. Gəl görüm, gəl Pərvin, kömək elə. Bu nədir? Ay Allah! Gözləyin. Tura, Hayca. bax mən bilmirəm. 17 Pro Max-ı mənə alırsan. Bax, sentyabrda çıxdı ha. Yaxşı. Bax, ikinci də abratka qaytararam ha. Yaxşı. Bilmirəm mən. Kreditini ödəyəmirəm. Krediti qaldı. 17 Pro Max. 12 min. Hamam oğlu. Aydınlıq içində ol, qadınam, aydınlıq içində ol. Gəlmişik, raddımlar. Nə tər elədim? Heç nə, sağlığına böldüm 12 aya, ipoteka ilə uşaq götürürəm. Heç nə, Allah qoysa bir yaşları tamam olanda kreditlərini qutaracaq. Qadınam. Öpürəm, gəlirsən? Yaxşı, ay mamoğlu, gör nə deyirəm? Gələndə indi evdəsən, evdə gör varındısa, amma bir dənə 17 Pro, 2000 pul götürəcəkdən, o vəziyyət pisdir. De oldu mamoğlu, oldu, öpürəm, sağ ol. Arvad mı doğur, mən mi doğuram bunu, mən nə bilim, Buyurun, Coşqun müəllim. Coşqun müəllim. Əgər bu səhnəcikdə siz emosiyasız bir aktyorunuzu danışdırmısınızsa, üzündə mimikalar oynayırsa, bu böyük bir şeydir. Zarafat bir yana uşaqlar, təbrik edirəm. Rafa, mən təbrik edirəm. Nə var? Səhnədə cəsarətli olmaq vacibdir və bu cəsarəti mən sizə gördüm. Yəni, sözün deyiliş qaydası var, oyunun forması var. Siz onu maksimalini bizə çatdıra bildiniz və ikrah hissi oyanmadı. Təbrik edirəm uşaqlar. İş var, gülüş var. Belə də davam edin. Əla, təbrik edirəm uşaqlar. Müşfiq müəllim. Əla, hamısı yaxşı, uşaqlar hamısı yaxşı oynadı. Hamınız sağ olun, uğurlar uşaqlar, həqiqətən çox yaxşı gülməli. Biz axırda bir balaca burada arxanızı çöndərmək, üzü tamaşaçıya həmişə çalışın. Belə hər şey yaxşı idi, hamınıza uğurlar, süpersiniz. Sağ olun. Artıq səhnəcikdən bəllidir ki, bu qədər cah-cəlalı bura kim düzüb? Gənclər evi. Buyurun uşaqlar. Az bax, keçən səfər kimi eləmə, yaxşımı? Yaxşı səndə. Yenə götürdü, yapıldı. 100% nəsə var onda. Bu da həmişə uduzur, bəhanə axtarır. Bəhanə deyilsən, elə sən də boş-boş. Başla. Ay qonşu! Hoy. Başlayırsınız, deyil mi? Başlayırıq. Məni gözləyin, bax, 2 dəqiqə gözləyin ha. Yaxşı, tez elə. Mən gəlməmiş boşlamayın. Yaxşı da tez elə. Mən hazıram, başlaya bilərsiniz. Ziyan gözə qoyunsumu düzəldim. Başlayaq. Qaldıq görümə sağ qolunu. Sol qolunda qaldı. Öpsə ayağını. Nə öpsə ayağından qaldı? Həfsio, hazırdır. Düzəlt də vaxtında oyuncunu. Sonra deyəsin, mənim qızım hazır döyüş. Sən heç narahat olma. Mən qızımı uşaqlıqdan bəri hazırlayıram. Başlat. Başla. Budur az hazırladığın oğul. Qarroy elə bil bədbaxt ayağının altında görmür. Oy. Və budur. Beyin etdiyi səhv nəticəsində avtogol qeyd alınır. Lalə Zarxana öz hesabıma bir xal yazdırır və 1-0 öndədir. Oyunumuz davam edir. Çıxaz onun qolundan, çıxaz. Hələ utanmaz onun qoluna girib. Görmüsən bu yaş ayağının altına baxa bilmir, sənə nətər baxacaq? Sən kimin oğlunu elişən olubsan? Zeyrimsə qızından xəbərin yoxdur. Allahın 2 dənə yumurtasını qıra bilmir. Niyə qıra bilmir ki, az? Ay, çıxart görüm oradan yumurtaları. Ver ona. Ver görüm ona. Baba, denən qırsın. Denən qırsın. Buna bax, gözlə qıracaq indi. Görürsən, bunu da bacarmır, bunu da bacarmır. Gördün mü? Budur. Oyunun 18-ci dəqiqəsində gəlinin
qaynanası tərəfindən gəlinin iş bilməzliyini ortaya ataraq öz xanasına, hesabına xalı yazdırır və hesab bərabərləşərək 1-1 olur. Oyunumuz davam edir. Nəysə, səhərdən deyilsin, mən qızımı uşaqlıqdan örü gətmişəm. Gördük dana nə tər örü gədibsən. Az indi nə olsun ki, yumurta qıra bilmir. Zato ali savadı var. Mən sizə 2 diplomlu qız vermişəm. Sənin oğlun ama Allahın kollecini də heç qurtarmayıb. Və budur. Gəlinin anası qızına çəkdiyi əziyyətin bəhrəsini görür. Qızına çəkdiyi əziyyətlər öz bəhrəsini verərək, qızının 2 diplomlu gözlər önünə soxaraq, öz xanasına xalı yazdırır. Hesab 2-1. Davam edirik. Mənim qızımı nə oğlanlar, nə nazirin uşaqları istədi, mən vermədim. Axırda da sənin bu savadsız bir şey oğluna qaldı. Nəysə. Nəmmək. Deyirsən ki, ay belədir, elədir. Və budur. Gəlinin anası növbəti qolada imza atır. Nə deyirsən sən də? Elə səhərdən hər şeydə qola yazsan. Kimlər istəyirsən o erimcə qara zıtdıq qızını? Kim alasıydaz bizdən başqa? Nə olmaz mənim qızım, o gül kimi qızdır. İstəyiblərdən ha? Mən razı deyəm. De görə kimlər istəyib? Etiraz var. Var sisteminə müraciət edirik. Var hakiminin qərarı gözlənilir. Nəfəslər tutulub. Ürəklər cüp-cüp edir. Gəlin baxaq. Burada ha? Bu çok tutsun. Sen Ayşe'ni etici edeceğim. Aha. Qol sana vurdu. Ay mama, bu Nasbər Xarovqası var, onu çıxart gəlirlər. Hə, pul düşü verim, hə, Ayşe'nin onu qırazırtı qoxdum, 9-cu kvartalda qalan. Hə, ona, gəlirəm. Alacaqlar. Sen oğlanın kızın, sen bir oğlanın kızın, Nətər ediyorum. Yo, bir kızı bir istəyər minalar. Alacaqlar. Sen Ayşe'nin mal verməsən də, mən onunla qaçılacağım. Anan səni vermədi. Abla 9-cu buna duyum, mən yenə səhv gəlmişim. Əslində sən də qəşəksən. Ya da yox. Ayşe razı olmasa qayıdacağım, sən yana qayıdacağım. Və budur, davam edirik. Qolumuz qeydə alınmır. Bir urvatlı namizə tapılmadığına görə Laləzar xalanın xanasından xanı silirik. Oyunumuz davam edir. Nə olub sən də oyunun ortasında oynadan ha? Hə, xeyir eləməyəndə də belə deyəsən, başda görək təzdən. Elə səhərdən deyirsən, ay belə diplomu var, elə diplom var. İndiki zamanında əsas fərasətdir, o da sənin qızında yoxdur. Mənim oğluma bax, ayda 2000 manat pul qazanır, pulunu balta kəsmir. Çıxart göstər görmə, çıxart göstər amma baxsın, çıxart görmə. Baba gördün, qızı bax gör nətər orasına burasına dürtüşdürür, oradan damsını sağa ötürür. Cev 55 yaşında burun yığdırırsan. Və budur, növbəti qol gəldi. Bəyin anası acı reallığı ortaya ataraq öz xanasına xalı yazdırır. Hesabımız 2-2. Davam edirik. Az, bəs də az. Avrı nəyən olsun az. Qonşun da oradan qulağını şəllif bura qulaq asır. Çəpər əyriyim var idi, dana nağarım. Yazıq kişi yatamırdı gecə traktor səsindən. Azı bəzi bax kişi sənin əlinin günüz də yaşaya bilmirik. Qaldı ki, çəpər əyriliyinə gedib adam çəpərini düzəltdirir, özünü donuza oxşatmaz. Az, bəs də az. Sən mənim kişimə söz deyəcəyin gecə o arıva dağız kişinə bax, yaxşımı? Belə də ki, mən qızıma nə lazımdır onu da öyrətmişəm. Baba, aşk qazanalım. Və budur, növbəti qol gəldi. Laləzar xala neyiniz? Ay bir deyən görüm səndə. Ay siz kimin oğluna iynə batıran olubsuz? O nəyərinə deyəndə düz mənim ürəyimin başına dəyir. Ay bir ürəyimin başına dəyir. Hala dəyir dəyir. Sən sürtmə çəkəcəm. Sən bir dəqiqə səni xıldacaq. Səni görüm. Bu evdə bir kişi var yoxsa yox? Yox. Eşit, yavaşım. Sən gözləmək yapmadın sən də bax. Sən mənim kızımı təşkürsən az. Sən deyən. Anladım, bu dəqiqə səni xıldacaq ha. Durun. Yavru eləyibsiniz, biz elisinlər rüsva eləyibsiniz. Elisinlər rüsva olmuşuq. Axırda siz bizi bu kişiyə düşman eləyəsiniz. Belə şey olar ha. Allah be qardaş. Mən başa düşmürəm, axı biz valideynlər. Niyə övladlarımızın həyatından bu qədər oynayırıq?
Niyə imkan vermirik onlar öz həyatlarını özləri seçsinlər? Axır... Rövşən! Aycan. Deyən yeni dəqmanlarını içməyibsən. Evet dedim, sosial mesaj verdim. Kəsən yerə. Hayır Rövşən qardaş. Bırak gəlmişən verilişdə sosial mesaj yeri döy bura. Gəl otur geride sen tanı. Bak bir yer olmuş Allah. Sen tanı. Allah da qardaş. Yoldaşını götür keş tanı. Ulus derisinde rüsvay olmuş. Ay bacı. Ayaklarımın altında tavalayım. Getir terbiye vurulmuş Allah hakkı. Sen bu şey göre bağışlayın. Sen bu şey göre. Sesini buraya sen efendim geçen tutuldu. Allah hakkı biz. Içinden rüsvay olmuş temiz. Beleşe. Gettiler mi ha? Hə, getdilər. Yedin mi hamısını? Birincisi də 5-ini də qoydum. Yok senin qırban qalım. Yüreğimden diken çıktı. Ben de gördün mü Özmətə çiğ kimi apardım. Belə də ana. Yalan Allah hakkı çiğ oldum. Özüm ben de çiğ kimi istedim. Neçə vaxt belə olmurdum. Qadın qalmaz sen. Ey, tüşka bağma. Sen eve gidəndə onunla mailemi yestə qoyun edin. Ay, yox, sən də dəridir. Tüşka bağma. Qadın qalmaz sen. Az ben dedim eləməyəcəm. Evdə dedim, burada demədim ha. Qadınım yavaş. Yavaş dana. Ad uşaqlar dayandırardınız da ne? Buna bak kız geden aşçısına çönderdi. Elə bir bura... Gəlin bura uşaqlar, elə öz dekorasiyanızın önünə gəlin. İndi siz buyurun dəyərli sənətkarlarımız, fikrinizi bildirin. Ümumiyyətlə, kreativlik o yazıdan başladı. PlayStation, Kuda Station çox əla fikirləşibsiniz uşaqlar. Yəni, o gəlib ora qoyulanda maraqlı idi ki, görüm o nə üçündür və s. Quruluşun özü belə rejissor baxışından götürsə, yəni çox əla fikirləşilmişdi. Yəni, o birisi uşaqlar da görsünlər ki, uşaqlar gördünüz, onlar bizə baxa-baxa, bu birisilər bizə baxa-baxa ekrana baxmağa oynadılar. Onlar monitora, PlayStation-a baxmağı oynadılar və həm PlayStation-da olan kadrları bəy gəlində belə deyək, bunları gördük, həm valideyni gördük, həm də qonşunu gördük. Yəni, çox yaxşı, əla düşünülmüşdü. Yaxşı gülməli zarafatlarınız da var idi, çox gülməli zarafatlarınız da var idi. Sən heç də, sən indi həmişə kimi sənin o reaksiyonu, ən gülməli sənin reaksiyonu da bir şeydir, yəni qiyaqlar şey elədi. Yox, hamınız süpersiniz, həqiqi. Həqiqi, xanımlar da, kişilər də, ata, ana, bala. Üzr istəyirəm, sözünüzü kəsirəm. Adınız necə oldu sizin? Cavanşir. Başqa hansı rollar? Bu cür obraz, necə dəhşət obrazlar dəyişir? Mən təbrik edirəm siz uşaqlar. İlk növbədə mən bu səhnəcə bir daha baxmaq istəyərdim. Mən də. Nəfəs almadan, yox, nə vaxt yox, nəfəs almadan bir də baxmaq istəyərəm. İkinci seriyasına baxarlar. İkinci seriyası, öyle bax bunu. O ikinci dəfə başqa cür oynayacaqsınız və mən başqa cür güləcəm, başqa situasiyalara güləcəm. Halal olsun, yəni boşluq yoxdur. Yəni səhnəciyin içində, Müşün müəllim də qeyd elədi, rejissura var. Səhnəciyin içində oyun var, səhnəciyin içində səviyyə var, səhnəciyin içində dekor var, səhnəciyin içində hadisə var, drive var, hər şey var səhnəciyin içində. Uşaqlar, mən sizə uğurlar arzulayıram. Yəni, sizi boşu-boşuna tərifləmirik. Yəni, hər dəfə tərifləyəndə də yastığınızı yumuşaq eləmirsiniz. Əksinə, yastıqsız yatırsınız. Və bu da bəzi komandalara örnək olsun, bəzi komandalara dərs olsun. Bax, biz bunu istəyirik, uşaqlar. Biz heç kimi burada, türklər demişkən, linc eləmək fikrində deyilik. Əksinə, biz burada oturmuşuqsa, biz sizə nəsə tövsiyə eləyə bilərik, öyrədə bilərik, başa sala bilərik. Uşaqlar, mən sizi təbrik edirəm. Bax, tək-tək mən sizin hamınızı təbrik edirəm. Çünki boşluq yox idi səhnəcikdə. Yəni, bu söz xətrimdə deyiləsi deyil. Bütün fikrimizi, zikrimizi səhnəyə yönəltdiniz. Bax, bu gələcək aktyorların ilk növbədə bacardığı bir işdir ki, tamaşaçını Hardan gəlsiniz? Özünə cəlb eləsin. Təbrik edirəm. Siz tək Rafaelin yox, bizim də başımızı uca eləyirsiniz. Şən gəncin başını uca eləyirsiniz. Tamaşaçı da efirdən görəndə səviyyəli bir şey görür. Təşəkkür edirəm sizə. Çox sağ olun. Biz sizə təşəkkür edirik. Əlinizə, əməyinizə sağlıq. Hara gedirsiniz? Gənciyə. Hardan gəlibsiniz? Amma hələ getmirlər, canlı ifaları var. Diqqət, diqqət, əziz Sumqayıtlılar və Sumqayıt şəhərinin qonaqları. Noyabr ayının 12-sində sizi Sumqayıt şəhərində yerləşən Kimyaçı Mədəniyyət Sarayında bu şəhərlərin 25 illik yubileyinə həsr olunmuş Evdar adlı solo konsertinə dəvət edirik. Gəlin yubileyi sizlə birlikdə qeyd edək. Yenə sər dağda
dumanı Yeleser dağdan dumanı Anamın gözleri yoldadır bircə gümanı Bircə mənə qalmış gümanı Gedim görüm əziz anamı Aqarlı dağlar bulut kəsaranı Qoy arabanı kəndə çatım Ay dağda elə dönək Düzdə selə dönək Köhlən atlar Ay köhlən atlar Ay köhlən atlar Dərələr dağlar Açdım yenə mən Dərələr dağlar Açdım yenə mən Qanadlı yatlarım Quş kimi bu düzlərdə şığıyar Mehribanım bozat kəhərim Çox uzaq deyil mənim şəhərim Köhlən atlarım bulut kəsaranı Qoy arabanı kəndə çatım Ay dağda yelə dönək Düzdə selə dönək Köhlən atlar Ay köhlən atlar Ay köhlən atlar Sizin beyninizə sadəcə heyranam. Onu kim düşünüb tapdı elə? Şən Gəncə. Halal olsun. Uğurlarınız bol olsun. Yolunuz açıq olsun. Nailiyyətləriniz çox olsun. Tamaşaçınız çox olsun. Məqsədi qoymuşsunuzsa ortalığa. Ona çatasınız inşallah. Və biz də sizi dəstəkləyək həmişə. Çox sağ olun uşaqlar. Uşaqlar, keçən dəfə də bizim Gəncədə konsertimiz olanda gəlmişdiniz. Çox sağ olun hamınız tamaşaçı qismində. İndi bu dəfə də inşallah olacaq. Və bu dəfə də deyirəm məsləhət olsa, elə bax bu nömrə ilə bizim konsertdə də sizi gözləyirik. Çıxış eləyərsiniz inşallah. Gəncə Dövlət Filarmoniyasının səhnəsində. Çox gözəl nömrədir. Yəni bu nömrə ilə, yəni deyirəm bu nömrənizlə siz hər yerdə çıxış eləyə bilərsiniz. Çünki 100% canlı idi. Rəqslər də, ifa da, musiqi də, hər bir şeydə, hər şey super, əla. Çox sağ olun, uğurlar. Sağ olun dostlar, həqiqətən özümüzü güldürdünüz. Təşəkkür edirik sizə. Uğurlar, əyinizi götürün, zəhmət olmasa əyinizi götürün. Gedin. Bəli, gəldik, çıxdıq bugünün sonuna. Əlimdə Afaq xanımın gülü ilə sizə müraciət edirəm, dəyərli münsiflər heyətimiz. Rafael müəllimin komandalarından kimi yola salmaq istəyirsiniz? Coşqun müəllim, aranızda qərara gəldiniz? Bu günləri yenə də hər şey göz qabağında idi. Artıq bəllidir də sizə görə də kimi yola salıblar? Yəni, Müşfiq müəllim onu qeyd elədi ki, yəni hamı gördü ki, bu gün 4 komandanın içində ən zəifi kimi. Hə, elan eləyək. Zərfə ehtiyac yoxdur, sadəcə deyə bilərsiniz ki, saatlı ilə vidalaşaq. Saatlı. Bəli. Bəli, Şən Gənc verilişində bugün Rafael müəllimin komandaları arasından Saatlı Gənclər Evi ilə vidalaşırıq. Coşqun müəllim və Müşfiq müəllimin ortaq qərarıdır ki, şübhəmiz yoxdur ki, hətta Rafael müəllim belə bu qərara qatılır və bugün onlar zəif hesab olundular. Daha doğrusu zəif olduqları açıq-aşkar ortadaydı. Bugündən gedir söhbət. Bugünkü komandaların arasında zəif idilər. Ümumilikdə 12 komanda arasında kim zəif idi? Onlar indiyə qədər əliyə gəlmişdi onsuz da ümumilikdə bütün komandalardan. Təəssüflər olsun ki, Saatlı Gənclər Evi bugünlük, bu həftəlik, bu mövsümlük yollarını bitirdilər. Uğurları bol olsun. 3 komanda ilə Rafael müəllim davam edir. Gəncə, Lənkəran, Goranboy. Gələn həftə isə Afaq xanımın komandasını izləyəcəyik, görəcəyik. Özünüzə yaxşı baxın, çalışın, şən olun, gənc qalın. Hələlik.